Salam müəllimlər, mən Nuray Babayeva. Bugün sizin üçün paylaşdığım ədəbiyyat sualını izah eləyəcəm. Bununla yanaşı kiçik bir qeyd etmək istəyirəm ki, bu sualları daha çox görmək üçün məni Instagramdan izləyə bilərsiniz və bununla yanaşı daha geniş formatda işləmək üçün sentyabr ayından etibarən fəaliyyətdə olacaq sınaq qruplarımıza qeydiyyatdan keçə bilərsiniz. Gəlin suala baxaq. Deyir ki, aşağıdakı cədvələ əsasən verilən fikirlər elə olmalıdır ki, birinci xananın birinci əsərinə uyğun olan fikir sadəcə ikinci xananın ikinci əsərinə, birinci xananın ikinci əsərinə uyğun olan fikir isə ikinci xananın birinci əsərinə uyğunlaşmalıdır. Şərtə əsasən uyğunluğu müəyyən edin. Düzdür, baxanda biraz qorxulu bir şərt kimi görünür. Çünki böyükdür. Bizim yaralı yerimizdir ki, biz böyük şərt görəndə imtahanda da ki, çaşbaş qalırıq ki, bəs vaxt getdi, biz problem yaşayacağıq. Amma elə bir şey yoxdur. Biz şərti özümüzə görə uyğunlaşdırmalıyıq. Ən sadə hala çevirməliyik. Burada nə istəyir ki bizdən? Deməli, deyir ki, birinciyə uyğun olan fikir burada ikinciyə uyğun olmalıdır. Yəni bu iki əsər üçün ortaq fikir olmalıdır. İkinciyə uyğun olan fikir də birinciyə uyğun olmalıdır. Yəni bu iki əsər üçün ortaq fikir olmalıdır. Yəni biz əgər gələcək gün uyğun fikir gördüksə, o ananın öydünə, iblisə uyğun gördüksə, o qoca və dənizə də uyğun olmalıdır. Bu şəkildə biz uyğunlaşma etməliyik. Gəlin görək fikirlərimiz nələrdir? Deyir ki, milli adət-ənənələrimizə riayət olunmasını bu əsərlərdə görürük. Biz birinci xanada harda görürük bunu? Gələcək gün əsərində. Bəli, görürük. Hüseyn Caviddə görürükmü İblis əsərində? Xeyr, görmürük. Deməli, bizim fikrimiz gələcək günə aiddirsə, həm də ananın öydünə aid olmalıdır. Bəs bu fikir ananın öydündə də varmı? Var. Necə var? Gələcək gün əsərində Firidunun anası Novruz bayramı ərəfəsində nə edirdi? Bayrama hazırlaşırdı. Evin çöldən boyanması işlərini görürdü, evi təmizləyirdi, bir növ adət-ənənələrimizə uyğun şəkildə davranırdı. Ananın öydündə bu necə olurdu bəs? Deməli, ana əskərə gedən oğlunun ardınca su tökürdü. Bu da adət-ənənələrimizə uyğunluqdurmu? Bəli, uyğunluqdur. Deməli, bu fikir həqiqətən də bu iki əsər üçün uyğunluqdur. Yəni biz bu fikri götürə bilirik. İkinci fikrə baxaq. Deyir, bu əsərdə əsas ideyalardan biri odur ki, insan övladı məğlubiyyət üçün yaranmayıb. Onu məhv etmək olar, məğlub etmək olmaz. Deməli, bu fikir gələcək gün üçün uyğundurmu? Xeyr, deyil. Hüseyn Cavidin İblis əsəri üçün uyğundurmu? Xeyr, deyil. Heç ikinci xanıya baxmağa ehtiyac belə yoxdur. Çünki bu cədvəl uyğunluq cədvəlidir. Yəni nə olur olsun, qoca və dənizə aid olsa belə, birinci tərəfə uyğun deyilsə, biz bunu götürmürük belə başdan. Üstdən bir xətt çəkirik, gedir. 3-ə baxırıq. Deyir, əsərdə Həzrət İsa'nın adı çəkilir. Gələcək gündə belə bir şey varmı? Yoxdur. Deməli, heç ananın öydünə baxmağa ehtiyac belə yoxdur. Hüseyn Caviddə varmı bəs? Əlbəttə ki, var. Deməli, bu qoca və dənizdə də olmalıdır götürmək üçün. Qoca və dənizdə varmı? Bəli, var. Hüseyn Caviddə harda idi? İblis deyirdi ki, bəs Xavərin atasına deyirdi ki, İsa belə, Həzrəti Yusif belə, yəni oyansaydı, o da istəyərdi ki, sən bağışlayasan. Yəni o da sənin bağışlamağını istəyərdi, o da bağışlayardı. İblisdə gördük biz olduğunu. Qoca və dənizdə harda idi bəs? Qoca deməli öz balığı ovlamağı haqqında danışanda deyir ki, balığını ovlayanda deyir ki, bəs İsa qoymaz ki, mən bu gün səni ovlamamış gedim. Çünki artıq bu fikir mənim beynimdə var da. Yəni o məni ümidləndirib əlimdən almaz. Sən də mənimsən. O balığı ovlayacağına inandığı anda İsa'nın adını çəkir. Ona görə də üçü ortaq fikir kimi götürə bilərik. Çünki bu ikisi üçün ortaq oldu. 4-ə baxaq. Deyir, xalqı uğrunda apardığı mübarizədə qalib gələn obrazın təsvir edildiyini görürük. Xalqı uğrunda mübarizədə qalib gələn obraz ümumiyyətlə nə gələcək gündə yoxdur, nə də iblisdə yoxdur. Yəni ona görə də biz bu fikri heç ortaq fikir kimi görmədiyimizə görə, yəni birinci xanada heç bir əsərə uyğun gəlmədiyinə görə başdan ləğv edirik. 5-də deyir ki, hər iki əsərdə əsas obraz sonda kamil birinə çevrilir və etdiklərinin yanlış olduğunu dərk edir. Düşünür ki, kaş əvvəl etdiklərini etməmiş olsaydı. Deməli, gələcək gündə belə bir şey yoxdur. Həmçinin iblisdə də belə bir şey yoxdur. Və ona görə də heç ikinci xanıya baxmağa ehtiyac da yoxdur. Burada bizi çaşdıran əsas məqam nə olur bilirsiniz? Biz düşünürük ki, bəs bu fikir Arifə aiddir. Arif sonda başa düşür, dərk eləyir və bizə görə o kamilləşir. Amma elə bir şey yoxdur. Arif sonda kamilləşmir. Arif sonda ayılır. Axı başda hər şeyi lənətləyirdi, hər şeyi tənqid eləyirdi. O istəyirdi saflıq olsun, təmizlik olsun, qınayırdı. Amma sonda necə oldu? İblisin torunun düz ortasına düşdü. Daxilindəki iblis oyandı. Amma başa düşdü ki, bəs o bunları edib də, bu onu kamilləşdirmir. Yəni bu fikri ona götürmürük, aid etmirik. Ona görə də 5-də çıxırıq ki, bu xanada heç bir fikrə uyğun gəlmədi.
6-ya baxaq. Deyir, əsərdə əsas obraz ilahi bir qüvvənin ona kömək edə biləcəyini düşünür və arzuluyur. Bu gələcək gündə varmı? Xeyr, yoxdur. Deməli, ananın öydündə də olmağının heç bir mənası olmayacaq. Heç ona baxmağa ehtiyac da yoxdur. İblis əsərində varmı? Bəli, var. Qoca və dənizdə varmı? Bəli, var. Hüseyn Cavidin İblis əsərində necə var idi? O, Arif başda Allaha yalvarır ki, bəs hər şey təmiz olsun, saf olsun, gözəl olsun. Hətta deyir ki, məni yanına çək də, yəni belə olmayacaqsa. Allahdan bunu arzuluyur, diləyir. Qoca və dəniz əsərində necə olurdu bəs? Qoca və dəniz əsərində də dediyim kimi az əvvəl, deməli, qoca düşünürdü ki, İsa onun əlindən almayacaq, arzuluyurdu ki, onun istədiyi kimi olsun. Ona görə də bunu da götürmək mümkündür, ortaq fikir kimi. Yəni cavabımız olacaq 1, 3 və 6. Yəni 1, 3 və 6 götürsəniz doğru cavabı götürmüş olacaqsınız. Bu qədər idi müəllimlər. Ümidvaram sizin üçün xeyirli olmuşdur. Hələlik özünüzə yaxşı baxın.